Salamlar. Bu gün sizlərə WordPress saytlarda hansı SEO pluginləri istifadə etmək lazımdır, bunu göstərəcəm. Ümumiyyətlə, saytların WordPress olmasına hansı extensiondan baxmaq lazımdır? Webalizer. Baxın, bu extension bizə göstərir ki, saytlar WordPress-də yığılıbdır və əlavə olaraq da WordPress saytların hansı temalardan istifadə etdiyinə baxmaq üçünsə web saytı daxil olub sağ düyməni klikləyirik, View Page Source hissəsinə gəlirik. Burada Ctrl F eləyib yazırıq WordPress content / tema yazırıq. Baxın belə. Və bu bizə göstərir ki, bu WordPress saytı Kevin temasından istifadə edibdir. Baxın, buraya yazılıb belə. Və siz Envato Market platformasına daxil olub Kevin temasına yazıb bu web saytı ala bilərsiniz. Gələk indi web saytın admin panelinə. Bu bizim Kodon web saytın admin panelidir və bütün sayt bu paneldən idarə olunur. Biz isə WordPress saytların SEO plugini yükləmək üçün paneldən pluginlər hissəsinə gəlirik və yeni bir plugin əlavə edirik. Ümumiyyətlə, WordPress saytlarda SEO-nu idarə etmək üçün ən məşhur 3 plugin var. Biri Rank Mat'dır, digəri All-in-One SEO-dur, o birisi isə Yoast-dır. Add plugin eləyən zaman açılsın bir dəqiqə. Add plugin eləyən zaman dediyimiz kimi biri var Yoast. Yoast bizə web saytımızı SEO etməyə imkan verən pluginlərdən biridir. 10 milyondan çox yüklənməsi var. Ondan sonra var All-in-One SEO. Bu da Yoast. Demək olar Yoast'dır, Rank Mat'dır və All-in-One SEO-dur. Bunların belə deyək ki, demək olar ki, hamısı eyni şeydir. Sadəcə interfeysləri, funksiyalıqları bir-birindən fərqlənir. Bizim isə istifadə etdiyimiz, baxın, bu tool Rank Mat'dır. Rank Mat SEO. Deməli, Rank Mat SEO-nu buradan yükləyirik. Hansı ki, bax, bu cür buradan yükləyirik və aktivləşdiririk. SEO eləmək üçünsə istədiyimiz bir səhifəyə gəlirik. Məsəl üçün, tutaq ki, keçid edirəm bloqlarıma. Bloqlara keçid eləyəndə və yaxud bloqlar olmasın, hər hansı bir səhifə olsun, fərqi yoxdur. Səhifəyə keçid eləyəndə bu bizə sağda SEO skorunu göstərir. Şərt deyil ki, siz o skoru 100% eləyəsiniz. Amma şərt odur ki, SEO qaydalarına uyğun düzgün addımları atasınız. Ümumiyyətlə, əgər təzə-təzə SEO eləməyə başlayırsınızsa, siz buradakı Rank Mat'ın sizə verdiyi SEO addımlarını, belə deyək, baxaraq hansı addımlar atılmalıdır, bunları görmüş olacaqsınız. Rank Mat SEO edən zaman, baxın, yuxarıda mənə 100-dən 82 skor veribdir. Baxın, siz burada snippeti düzənləyib, title'ı yaza bilərsiniz. YouTube SEO addım-addım izah, nömrə 1, YouTube SEO etmək. Burada URL-dən sonra gələn, /dən sonra gələn söz yaza bilərsiniz, YouTube SEO. Amma fikir verin ki, bura bizim hərflər olmamalıdır. Meta description hissəni də buradan yaza bilərsiniz. Və salam. Ondan sonra buradan baxa bilərsiniz, desktopda necə görsənəcək, mobildə necə görsənəcək və s. Əlavə olaraq ən əsas nöqtə isə baxın buradır. Basic SEO. Görürsünüz, Rank Mat özü sizə deyir ki, SEO başlığında Fox asal söz istifadə edirsən. Fox asal sözləri bax buradan təyin edə bilərsiniz. Görürsünüz, mən yazmışam YouTube SEO, YouTube SEO etmə, YouTube SEO necə edilir və s. Bu da mənə deyir ki, SEO title'ında Focus asal sözdən istifadə eləyirsən. Fox asal sözün nədir? YouTube SEO. SEO başlığıma baxın, YouTube SEO. Görürsünüz, həqiqətən istifadə edirəm. Bu hissə oldu, done. Gəldi. SEO meta açıqlamasında yenə də deyir ki, Fox asal sözdən istifadə eləyirsən. SEO meta açıqlama baxıram, görürəm ki, həqiqətən də istifadə eləyirəm. Bu da nə oldu? Done. URL-də Fox asal söz istifadə edirsən. URL-ə baxıram, həqiqətən də var. Görürsünüz, yəni buradakı o basic SEO addımlarını siz bir-bir etdikcə artıq öz bloqunuzu SEO eləmiş olursunuz.
Eyni zamanda gəldik ekstra SEO addımlarına. Deməli, alt başlıqlarda asal sözüm var. Nə bilim, alt başlıqlar deyir ki, daha doğrusu sorry, Fox keyword deyir ki, şəkillərin alt teqlərində var. Yəni burada keyword density haqqında ayrıca sizə bir video çəkəcəm. Keyword density nə deməkdir? Norması neçə olmalıdır və s. Yəni qısacası siz buradakı addımları bir-bir etdikcə artıq bloqunuzu SEO etmiş olursunuz. Bu məsəl üçün deyir ki, SEO başlığında, SEO başlığının deyir əvvəlində Fox açar söz gəlibdir. Yəni mənim bura yazdığım YouTube SEO açar sözü SEO title'ımın əvvəlində gəlibdir. Bu sonunda gəlsəydi, o zaman baxın, bu isə X olacaqdı. Yəni buradakı kimi olacaqdı. Deyir, SEO başlığında ən az bir rəqəm istifadə eləyibsən. Biz də baxırıq ki, SEO title-ına həqiqətən də baxın, rəqəm sözü, rəqəm var burada. Və s. Yəni buradakı addımları edərək öz səhifələrinizi SEO edə bilərsiniz. Bunların burada çıxması üçün siz mütləq RankMath pluginini yükləməlisiniz.